Səhər-səhər yuxarıdakı qonşum uborkanı başlayıb. Mən də işdirəm burada uzanıb. Sadəcə bina evinin mənfi cəhətləri. Hər kəsə salam, kanalımıza xoş gəlmisiniz. Bu vlogumu qızlar ayın X-i, yəni fevralın X-i çəkirəm. Yadınıza gəlir qızlar, belə bir siropları Trendyoldan sifariş eləmişdim. 6 dənə, cəmi 4'ü qalıb. O qədər gözəldir. Ürəkdən sizə tövsiyə edirəm. Buradan da ala bilərsiniz əslində. Gündəlik kofe içirsinizsə, bu siropu da əlavə edirsiniz kofeyə. Baxın, bu da уже yarım çıxdı. Tez, nə olar, tez olar. Bu mahnı elə dilimə düşüb, dəhşət. Yuxuda da Kəmalə Günəşlini görürəm. Ağ kofta evdə geymək mənə düşmür. Baxın, neçə dənə ləkə qoymuşam, baxmayaraq ki, dünən geymişəm bunu. Dırnağa gedirəm qızlar, son durumu belədir, uzadacam. İstəyirəm mindəl eləyim və qaynaq. Gəlin belə eləyək. Pomada ən sonunda. Benim makyajım hazırdır. Mahnıdakı kimi tez-tez sizə bəzi şeylər göstərmək istəyirəm. Bir dənə baxın, bu paletdən nə qədər nəticəmiz var. Hər rəngdən istifadə edirəm və ilin axırına qədər bunu tam olaraq bitirməliyəm. Məqsəd qoymuşam ki, 50 dənə dekorativ kosmetika bitirəcəm. Bunu da 100% bitirəcəm. Burada highlighter və bronzerı son zamanlar istifadə etməyə başlamışam. Bitirəcəm. Pudranın nəticəsi də göz qabağında bu Flormardır. Bilmirəm, belə görürsünüz və yaxud yox. Baxın, nə qədər bitibsə. Bu tam olaraq dolu, təzə bir pomada idi Maybelline'in. Burada misal üçün bilinmir, amma bunun dibində də birazca qalıb. Güclə çıxartdım. Fixing spray. Tak что irəliyiş var. Dırnaqdan qayıdarkən yol üstü hədiyyəmi də götürəcəm. Bilmirəm, Instagramda diqqət yetirmisiniz və yaxud yox. Mənim universitet rəfiqəmin bacısı bokslar yığmaq başlayır. Həm həqiqətən çox sərfəlidir, həm də ki, original məhsullarla. Maraqlı, fərqli bokslardır və qiymətləri 7 manatdan başlayır. Kiməsə hədiyyə eləmək istəyirsinizsə, çox gözəl bir seçimdir. Mən də bunu görürdüm və sadəcə dəstək məqsədi ilə öz storiesime atırdım Instagramda. O da o gün dedi ki, mən sənə bir balaca hədiyyə hazırlamışam. Mən əvvəl götürməyi utanırdım. Sonra dedim ki, yaxşısı mən səni həm paylaşım, həm sənə xeyir olar, həm də ki, hədiyyəni götürməyə utanmayım. Hər cibə uyğun bokslar var. Səhifəni aşağıda videonun altında sizin üçün qoyacağam və dırnaqdan qayıdarkən sizə göstərəcəm nələr göndərib mənə. Mənim universitet rəfiqəm çox gözəl bir insandı. Universiteti bitirən kimi ailə həyatı qurdu. 2 dənə uşağı oldu, ailəsi, işi, gözəl karyera qurdu. İllər ərzində bir-birimizi Instagramda takib edir. Bu arada mən birinci kanalı açanda o məni çox dəstəkləyirdi. Onun bacısı da mənim videolarımı hamısını izləyirdi. Bu arada birinci YouTuberliyi mən universitetdə oxuyanda başlamışdım və çox məni dəstəkləyirdi. Kimsə məni lağa qoyanda hər zaman deyirdi ki, fikir vermə, sən ən məşhur gözəl vloger olacaqsan. Uzun sözün qısası, hər dəfə görüşməyi təəssüf ki, alınmır. Onun ailəsi, uşaqları, işi və s. Amma yenə də çalışırıq bir-birimizi sevindirməyi. Ümumiyyətlə, kiçik bizneslərə dəstək olmağın çox tərəfdarıyam. Siz də girib bu səhifədən nəsə əldə eləsəz, çox sevinərəm. Çünki böyük şəbəkələr onsuz da qazanır, güclü marketinqləri var və s. Mən isə tələsməyimə baxmayaraq 15 dəqiqə belə gözəllik yaratdım öz başımda. Necədir sizcə? Mütləq rey bölməsində yazın. Bu tərəf elə bir ki, daha yaxşı olunub, yəni elə gəlir. Amma vaxt yoxdur, tələsirik. Bilməm, heç bayırda istidir və yaxud soyuq, balkona heç çıxmamışam. Bu sviteri geymək istəyirəm. Fikrimlə döndüm. Bu koftanı geyməli oldum. Qaldı aşağı hissəsini seçməyim. Reyləri oxuyuram. Hamı mənim qardaşımı bəyəniblər. Sağ olsun qızlar. Mən bilirəm ki, bizim zövqümüz eynidir. Mən də öz qardaşımı bəyənirəm. Düşünürəm ki, çox simpatik oğlandı. Amma üz və cəhətdən bir-birimizə oxşamırıq. Mən daha qadın tipliyəm. O yüzden murşina tiplidir. Hündür oğlandı, simpatik. Düzdür, amma həmişə deyir ki, mənim zövqüm yoxdur. Tələsirəm. Amma elə gedirəm, elə bir ki, tələsirəm. Elə bir pragulkaya çıxmışam. İndi istəyirəm dırnağa gedim. Bir-birsiz yazdığı gözəl reyləri tərcümə eləyərək qardaşıma atım. O da sevinsin. Düşünürəm ki, ona da xoş olar. Belə gözəl sözlər yazmışsınız. Bir-bir atacam.
İtləri həm sevirəm mən, həm də ki, küçük itlərdən biraz qovu. Muzika. Ayda bu boyda kruasanı sən hardan tapdın? Bütün baxın. Tam mənim koftamla eyni rəng. Sразу deyirəm ki, qorxma əllərimdən. Ən əsasdır ki, sağ əlim bərbad gündədir, bu başdan deyim. Qısadır, çox güman ki, qaynaq eləyəcəyik. Mindəlləmək istəyirəm. Ən əsasdır ki, instrumentlər kraft paketdən çıxılmalıdır mütləq. Qızlar, buna diqqət yetirin. Bəzi salonlara gedəndə mən özüm şok yaşayıram. Deyirəm, elə indi çıxartdığı kraft paketdən. Deyirəm, gözümün qabağında çıxardığında. Çünki düzgün sterilizasiya eləmirlər və boynuna almırlar. Belə olduğu halda isə hepatitdir, sifilistdir, milyon dənə xəstəlik sizə keçə bilər. Ona görə qızlar mütləq belə xırda şeylərə diqqət yetirin və yaxud öz instrumentlərinə gedin. Əgər Əhmədli Həzyaslanovda qalırsınızsa, ərazi olaraq sizə çox yaxın olacaq. Hal-hazırda qiymətlər 20 manatdan başlayır. Hətta qızlar qısa dırnağa French də daxil cəmi 20 manat. Dırnaq çox uzundursa təbii ki, və yaxud çətin hansısa bir dizayn istəyirsinizsə, qaynaq olsun, akvarium olsun, bu qiymət dəyişir. Yenə də bəlkə siz mənimlə razılaşmayasınız, amma mən düşünürəm ki, bu hal-hazırda minimal bir qiymətdir. Həm bu dərəcədə səliqəli, həm də ki, əsas steril. Bir çox mənim izləyici daimi olaraq Firuzənin yanına gedir. Siz də getməyi istəyirsinizsə, videonun altında mütləq sizin üçün linki qoyacağam, onun Instagramın, keçid edib yazıla bilərsiniz. Bu dəfə isə konkret bilirdim nə istəyirəm. 14 fevral yaxınlaşır. Ona görə sevgililər günü barmaqlarında olmalı, daha doğrusu dırnaqlarımda olmalıdır. Dünəndən Pinterestdə fırlanıram, bir Firuzəyə atıram, deyirəm bacaracaqsan belə, deyir problem yoxdur, eləyirəm. Başqasına atıram, deyir problem yoxdur, eləyirəm. Elə ki manikürü eləməmişik, amma уже vəziyyət budur. Necə də qəşəng forma verdi Firuzə xanım dırnaqlarıma. Sonra deyirsiniz ki, Ayqa özün elə dırnaqlar. Bir dəfə bura gələndən sonra başa düşdüm ki, yox, mən əllərimi sizə həvalə eləyirəm. Yapışkan biraz çətin. Keçən dəfə üst forma ilə eləmişdik, bu dəfə isə kağız forma ilə. Qayıtmışıq dədə-baba üsula. Bu uzunluğunda saxlamaq qərarına gəldik. Məncə çox qəşəngdir. Bunları pilkalamamışıq. Amma bu уже qəşəngdir. O qədər qəşəng alınır ki, hətta tərəddüd edirəm, bəlkə belə saxlayayım. Çox qəşəng maloçne baza vurduq. İndi isə nəsə bir maloçne rəng və 14 fevrala aid dizaynları seçmişəm. Baxaq görək hansını eləyək. Bu arada qızlar, siz də Həzyaslanowa yaxın qalırsınızsa, Firuzə xanımı tam olaraq sizə tövsiyə edə bilərəm. Çox gözəl ustadır həqiqətən. Ən əsas alətləri sterildir, əl işi mükəmməldir. Bəlkə 8 ay yaxındır ki, mən bura gəlirəm. Onun Instagramın linki isə bu videonun altında sizin üçün qoyacağam. Rənglərin arasında tərəddüd eləyə qalmışıq. Maloçne rəng istəyirəm qızlar, amma konkret hansını eləyim bilmirəm. Hamısı bir-birindən gözəldir. Bu da çox gözəldir. Amma əsas ürəyimə bu rəng düşüb. Neyək? Tərəddüd eləyirik, bilmirik hansını eləyək. Variantlar çoxdur. Usta təklif edir ki, gəl leopardını eləyək. Nəsə maraqlı bir şey o da olar əslində. Baxıram dünənki vlogun analitikaya və o videodan mənə 470 izləyici gəlib. Mənə də maraqlı gəlir ki, bəzi videolardan 100 insan gəlir. Elə video var ki, 700 insan gəlir. Yəni ki, bu neyinə əlaqəlidir görəsən? Yəni ki, vlogu bəyənib bəyənməməklə və yaxud uzunluğundan və yaxud mən sizə yalvarım hər vlogda ki, ayağınızın altında ölüm, abunə olun. Bilmirəm necə deyim ki, siz abunə olasınız. Amma bəzi vloglardan sonra o qədər gözəl abunə olurlar. Maraqlı olsun deyə qəsdən Instagramda paylaşmıram nəticəni. Çünki bəzi mən yazılar ki, Instagramda artıq hər şeyini görmüşük, vlogda maraqlı deyil. Ona görə belə ambre alınıb, sanki bir an bax. Elə bir ki, ambredir. Bir barmağa belə gözəl ürəyi çəkdik. Bu dırnaqları isə hamısı rozova olacaq, amma onların üzərində də ürəklər. Son nəticəmi də göstərim sizə qızlar. Baxın, belə alındı. Burada bir balaca ürək və zərlər.
və burada ürək. Fikirləşdik bundan artıq heç lazım da deyil. Belə kifayətdir. İndi isə əsas məqam şəkillər çəkdiririk. İndi qızlar bağlamanı göstərəcəm. Rəfiqəmin bacısından. Onun səhifəsi Instagramda sizin üçün hər dəfə storiesi atırdım. Baxın görün mənim üçün nə hədiyyə hazırlayıb. Bir dəqiqə qızlar, keçən vlogun altında bir izləyicim yazıb ki, Ayqa sən maşınına nə olub, vurub eləmirsən, niyə görə sürmürsən? Qızlar açığı, son zamanlar şəhərin mərkəzinə getmək mənası görmürəm. Elə evimə yaxın olan məkanlarda otururam. Nəsə son zamanlar heç yerə getmirəm. Sabah gedəcəm bu arada. O da rayona maşınla, maşın sağ-salamatdır, hər şey superdir. Çox sürməyi də sevmirəm, nə yalan deyim. Boş-boşuna prosta sürməyi də xoşlamıram. Və yeni ildən bu tərəf, şəhər tərəfə getməmişəm. Mollara getməmişəm. Ona görə də maşın sürülməyib və həyətdədir. Amma belə hər şey aladım. Əvvəl istədim biraz mağazalara gəzim, amma hava soyuqdur. Ona görə evə gedəcəm, isti bir çay içməyə. Yol üstü qızlar götürdüm. Bunu da birazdan sizə göstərəcəm. Həm Instagrama çəkib paylaşmaq istəyirəm, həm də ki burada göstərəcəm mütləq. Amma əvvəl çörəyi yeyəcəm, çünki çox acam. Dünənki borcumuzdan qalıb, inanın ki, o qədər dadlıdır. Mən mamaya deyirəm ki, bizim mətbəx kanala mütləq bu borcun resepti çəkməyə lazımdır. Qara çörəklə, smetana ilə və dünən aldığım kolbasa ilə yeyirəm. Nuş olsun mənəm. İndi isə gəlin baxaq nələr var. Bu gözəl paketinin içində nələr. Ümumiyyətlə burada çəkməyi xoşlayıram mən. Buradakı səliqə və estetika tam ürəyimcədir. Bir izləyicim mənə yazıb ki, heç olmasa bu bijuteriya olan yerdə biraz səliqə səhman yarat. Əslində sizinlə tam olaraq razıyam. Nəsə vaxt tapa bilmirəm, amma mütləq eləyəcəm. Bu arada dırnaqlarımdan da heç doya bilmirəm. O qədər xoşuma gəldi. Burada nə şirin kəpənək var. Boks özü mükəmməldir. Baxa görə içində nə var. Belə bir makyaj süngəri. Kifayət qədər yumşaqdır. Çox sağ ol. Bu nə minnoşdur. Bu deyəsən pilkadır və balaca belə bir sponj. Yaxından da baxdım, pilkadır. Özünlə harası götürmək üçün ideal kosmetiçka atmaq. Və belə bir sponjik. Bunu da özünlə götürməyə superdir. Dəqiq bilmirəm, amma məncə çantadan asmaq üçün belə bir asılqan və yaxud açarın üstündən o da ola bilər. Əsasdakı balacadır, düşünürəm ki, açar üçün vəbşə super olar. Açarın böyük asılqanı olanda çantanın içinə qoymaq olmur. Amma bunlar yarayır. Ən əsas, wow, bu nə şirindir. Balaca bir kofe üçün stəkan. Özü demişdi ki, mənə imенно kofe üçün seçəcəm və çox balaca. Bunu bilirdim ki, olacaq. Çox gözəldir. Özdəki mən pişikləri dəhşət sevirəm deyə bu mənim üçün super bir hədiyyə oldu. Həqiqətən tam yerinə düşdüm. Çox şirindim. Burada Faberlic'in belə bir gözəl əl kremi. Sırası qızlar açacağım, çünki özüm istifadə edəcəm. Faberlic'i çox sevirəm. Dəhşət gözəl qoxusu var. Biri var ki, baş ağrıdan bir şirin qoxu. Bu isə malina ilə və nəsə bir pankeklərlə. Super, bunu çox bəyəndim. Faberlic'ə qoşulan xanımlar varsa, bu kremdən mütləq sifariş edin. Bunu mən özümə almaq istəyirdim. Bu da Faberlic'in bleski. Bu arada qızlar, onu vurğulamaq istəyirəm ki, bu səhifədə olan boksların içində kosmetikalar hamısı originaldır. Ona görə utanmadan, çəkinmədən kiməsə hədiyyə eləyə bilərsiniz. Bunun əməlli başda rəngi var ki, mən elə bildim ki, bu tam olaraq şəffafdır, amma deyil. Mütləq sevə-sevə istifadə edəcəm. Bu arada bu xanım Faberlic'ə qoşulub və siz istəsəz onun səhifəsindən Faberlic'in məhsulları da sifariş edə bilərsiniz. Maskalarımın kolleksiyasına birində əlavə olundum. İşıq söndü, bir dəqiqə. Həllədim işıq söhbətini də və bununla da bitmir. İsti və gözəl belə bir rozovaya corablar. Adam toxunduqca toxunmaq istəyir, o qədər gözəldir. Baking üçün 2 dənə belə balaca minnoş sponjiklar. Belə bir nakleyka. Və çox gözəl bir şam.
Həqiqətən hər şey çox ürəyimcə oldu, tam yerinə düşdüm. Qısa, uzun fikir vermədən, yəni ki, necə alındısa, hər gün çalışıram sizin üçün bir vlog çəkib paylaşım. Evdə oturmuşam, maraqsız günüm keçibsə elə maraqsız formada da göstərəcəm sizə. Dəqiq bilmirəm davamını gətirə biləcəm və yaxud yox, amma çalışacağam. Axşam bunu sınamaq istəyirəm. Təzə dəmləmiş qəşəng çay. Adətən belə upakovkada dəhşət iştah açıcı və gözəl görsənir. İçindən çıxan isə bizi şoka salır. Baxaq burada necədir. 70 qəpiyə almışdım mən bunu kokos və çiyəli dadıyla. Sizcə bu buna oxşuyur? Amma dadı pis deyil. Dünən də vlog atmışdım qızlar, bugün də atdım. Amma hələ ki özüm baxmamışam, birinci dəfədir baxıram. İndi geri bir reylərə də cavab yazacağam. Özüm də bir udar heç olmasa baxım. Deməli qızlar, biz sabah rayona gedirik, hüzur yerimiz var. Sabah saat 8-də evdən çıxmalıyıq. Ən azı saat 7-də durmalıyıq. Mənim üçün bu çox çətindir həqiqətən. Çünki mən öyrəşmişəm saat 11-də zadda durmaq. İndi isə yuxum gəlməyəcək, çünki mən gec durmuşam. İstəyirəm hər şeyini hazırlayım ki, sabah səhər heç nə vaxt itirməyim. Ən əsas da ki, saçdan başlamaq istəyirəm. Çünki səhər ya saçını ütüləmək lazım olacaq və yaxud yığmaq. Mən də istəyirəm bu başdan mus vurum başıma və qəşəng hörüyüm ki, səhər sadəcə açıb sırası evdən çıxım. Paltarımı da hazırlayım, ayaqqabımı, sumkamı, hər şeyini hazırlayım ki, sırf səhər durum, evdən çıxım gedim. Başqa şeyə vaxt sərf eləməyə ehtiyac olmaz. Hələ səhər yeməyi də yemək lazımdır. Biz sabah həm ora gedəcəyik, həm də ki qayıdacağıq və bir şey üzülürəm qızlar. Mən sizin üçün sabah normal vlog ortaya çıxarda bilməyəcəm. Mustan da istifadə eləmək istəyirəm. Bigucidən də istifadə eləmək olardı. Alivia mənə göndərdiyi. Sadəcə qorxuram ki, o konstruksiya başımda olanda mən yata bilməyəcəm. Amma belə hörüyəndə mən bunları, bu hörükləri heç hiss eləmirəm. Bəzən yalnız bir hörüklə kifayətlənirəm. Amma bu dəfə 2 dənəsini eləmək istədim. Biri daha yuxarıdan yığmışam, o birisi isə aşağıdan. Musu çox vurmaq məsləhət görmürəm. Saç yaş qalacaq və açılandan sonra tez dağılacaq. Azca vurdum, hara tətbiq elədim və beləliklə hörüyü bitirirəm. Sabahki vlogda göstərəcəm nəticəni, amma əslində yaxşı alınmalıdır. Bundan əvvəl yalnız bir sümbül eləyirdim, indi isə belə. Bayaqdan baxıram, qara paltarlarım var, amma hamısı qısadır, hüzur yerə uyğun deyil. Uzun paltarlar isə belə rəngdədir, belə tonlardadır. Qalmışam belə, bilmirəm nəyi seçim, nəyi geyinim, necə olacaq. Burada belə bir qara paltar var, bu da çox qısadır. Sonda seçimim bu paltar oldu. Mən bunu New Yorker'dən almışdım. Belə bir cins bir materialı var. Çox da qısa deyil. Uzunluğu belədir. Yaxşı oturur. Həm də ki çox açıq rəng deyil. Mən mamiçkaya həmişə deyirəm ki, hüzur yerlərə getmək üçün bir libas almalıyam. Mama isə deyir ki, belə niyyətlə paltar almazlar. Paltar alarlar ki, toya geyinəcəm, şadlıqlara geyinəcəm. Amma paltar elə bir niyyətlə alınırsa, axırı yaxşı olmur. Ona görə olmaz. Və belə günlərdə qalıram belə. Bilmirəm nə seçim və nə geyinim. Bunu sразу qoyaq bura. Yuxu gəlmir, heç olmasa ayaq qaşları seçim. Məncə o paltarla bunlar yaxşı olacaq. Amma bunlar biraz kabluklandır. Və kablukla maşın sürərkən özümü narahat hiss edirəm. Həm də ki yol uzaqdır deyə. Bunları silib prosta paketdə özümlə götürəcəm. Uşa çatandan sonra geyinəcəm. Amma belə o giləri geyinəcəm. Mənim əvəz olunmazlarım buradadır. Nə qədər geyinirəm mən bunları. İndi yadıma düşdü ki, maşın da çirkindir. Kaş ki bugün verərdim Moykaya. Səhər təbii ki buna vaxt olmayacaq. Çantamı belə bu başdan yığıb hazırlamaq istəyirəm. Onsuz da yuxum gəlmir. Bu da belə hazır. Powerbankı sразу zaryadkaya qoyuram. Lazım olacaq bizə yolda. Çünki valiz olmadan mən gedə bilmirəm. Kalgotkaya qədər hazırlaşıram. Çəkmək istəyirdim. Birdən görürəm ki, güzgü dəhşət təmizdir. Əl üzümü yuyuram və yatıram.
Güya ki estetik ASMR çəkəcəkdim. Görürəm ki, bu nə gündədir. Mamiçka уже yatıb. Mənim isə yuxum gəlmir, amma yatmalıyam. Dırnaqlar düşünürəm ki, möhtəşəm alınıb. Bir dəfə də göstərim. Hər 5 dəqiqədən baxıram. İçinə də top vurub. Çox səliqəli və gözəl alınıb. Dəhşət gözəl keçdi bugün. Sağollaşıram sizlə. Sabah tez duracağım və sabahımı da vloglayacağım. Bilmirəm, qısa bir vlog alınacaq, yoxsa 2 günü birləşdirmək məcburiyyətində qalacağım. Sizi də mən çox öyrəşdirmişəm. Hər gün vlog, hər gün vlog. Ümid edirəm ki, darıxmazsınız mənim üçün. Özünüzə yaxşı baxın. Mənim kanalıma abunə olmadan çıxmayın. Abunə olun. Sizi çox sevirəm. Bakalım.